Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Dəyərli müsəlmanlar, hər birinizi zülmətdən nura verilişində xoş gördük. Bu günləri çox maraqlı bir mövzu ilə sizlərin xidmətində olacağıq. Mövzumuz əsasən bu günləri Vəhabiyyət barəsində olacaq. Nəzərinizə çatdırmaq istəyirəm ki, İmam Sadiq əleyhissalam buyurub ki, azğın firqələr övladlarınızın fikirlərini oğurlamamışdan öncə bizlərlə övladlarınızı tanış eləyin. Yəni belə deyək, Əhl-i Beyt məktəbinin sözləri ilə onları tanış eləyin ki, azğınlar onları səhv yollara yönəltməsinlər. Bu günləri inşallah dəyərli ustadımız bu barədə ətraflı danışacaq. Studiyamızın qonağı Höccətül İslam Elvin Əzimovdur. Salam aleykum ustad, xoş gəlmisiniz. Və aleykumussalam və rəhmətullahi təbar müəllim. Mən də sizi salamlayıram. Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər də salamlayıram. İnşallah ümid edirəm ki, bu verilişlər ki, silsiləvi olacaq, maraqlı olsun əziz izləyicilərimiz üçün və dostları da Mədinətül Elmdə olan əməkdaşları, dostları da salamlayıram və təşəkkür edirəm ki, bu cür verilişlər hazırlayırlar. Təşəkkür edirik ustad. Allah sizdən razı olsun. Bəli ustad, birinci sualımız belədir ki, Vəhabilər özlərini nə üçün sələf adlandırırlar? Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Çox gözəl sualdır. Onlar Vəhabi adından qaçırlar. Hətta onlara Vəhabi deyəndə deyirlər ki, siz töhmətçisiz, böhtan atırsınız bizə. Biz Vəhabi deyilik, biz sələfiyik, biz əsil əhl-i sünnə vəl cəmaiyik. Əlbəttə, bu adı özlərinə nisbət versələr də sələfi adını əslində onlar Vəhabidirlər. İnşallah bu barədə danışacaq və hətta özləri də bəzi Vəhabilər özləri də kitab yazanda kitabın adını Vəhabilik qoyub. Və ya tənqidçilər, deyək ki, Muhammed ibn Əbdülvəhabın qardaşı tənqid yazanda elə Vəhabilərə tənqid adında yazıb. İlk təqribən tənqid yazan Muhammed ibn Əbdülvəhhaba onun qardaşı olub. Lakin yaxşı olar ki, bu sələfi terminini izah eləyək buyurduğunuz kimi. Sələf bildirişdə, lüğətdə, keçmişdə olanlar nəzərdə tutulur. Yəni bizdən öncə olanlar. Amma terminoloji mənası nədir və nə zamandan başlayıb? Bu söz bir lüğəvi mənada, hətta Səhih Buxaridə də istifadə olunub, Səhih Müslimdə də istifadə olunub və hətta Quranda da bir dəfə bu söz istifadə olunub, sələf sözü. Amma terminoloji məna olaraq təqribən Əhməd ibn Həmbəldən sonra başladı. Və xüsusilə İbn Teymiyyənin zamanında çox istifadə olundu bu söz. O qədər, yəni kitablarına baxsaq elə sələf, tariqatus sələf, tariqatus sələf, sələfin yolu, sələfin yolu. Çox dayanır, manovr edir bu sözün üzərində. Və əvvəllər sadəcə bir düşüncə cəryanı kimi istifadə olunurdu, amma sonralar sanki bir məzhəbə çevrildi. Xüsusilə 8-ci əsrdə, yəni Hicri qəməri ilə də 8-ci əsrin əvvəllərində İbn Teymiyyədən sonra bu bir növ cərəyan oldu. Sələf cərəyanı, nəyin müqabilində? Hətta Şafiilərin müqabilində və Mü'təzilələr əsasən etiqadı yönədir. Təbii ki, bunlar fərq qoymurlar, etiqad, fiqh, bütün sahələrdə özlərini sələf adlandırırlar. Məsələn, onlar baxmayaraq ki, əksər fiqhi məsələlərini Həmbəlidən götürürlər, amma özlərini Həmbəliyə nisbət vermirlər. Və təqlidi də inkar edirlər. İnşallah biz oxuyacağıq Allahın izni ilə gələcək verilişlərimizdə ki, onlar təqlidi inkar edirlər və təqlid edəni nə mənada? Yəni, hər hansı bir məzhəbə təqlid edəsən. Məsələn, Əhməd ibn Həmbəlin ardınca gedəsən, ya Şafiyinin ardınca gedəsən və deyir, bu bidətdir, xurafat, hətta bu işi görən zındıqdır, kafirdir. Yəni, tünd yanaşırlar bu məsələyə. Ustad, bəs onda həm əqidəvi cəhətdən, həm fikri cəhətdən bunlar ayrıdır. Xüsusi, bəli, metodları var, xüsusi yolu var. İnşallah qismət olsa, bir dəfə İbn Useymdən bir məsələyə toxunarıq biz. İbn Useymin sual verirlər ki, Əhl-i-Sünnə vəl-Cəmaə kimdir? İbn Useymin gəlib bütün, yəni qəbul edir ki, Vəhhabiliyin ayrı bir metodu var, ayrı bir yolu var, ayrı bir etiqadı var. Əşərilərdən fərqli, Mü'təzilələrdən fərqli, Maturidilərdən fərqli. Deməli, sələf sözünün mənası, yəni keçmişdə olanlar və terminoloji mənasına gəldikdə isə ixtilaf var aralarında. O qədər də ciddi ixtilaf yoxdur, amma baxsan, görərsən ki, müəyyən qədər ixtilaflar var. Məsələn, bəziləri sələf ancaq səhabə bilirlər.
Sələf yəni sahabələr. İndi deyəcək sələfi nə deməkdir? Sələfi yəni sahabələrin yolundan gedən. Bəzilərinə görə yox, sələf və tabiinlər. Bəziləri isə biraz dairəni geniş götürürlər, yəni geniş baxırlar, məsələ deyirlər 3 əsrdə yaşayanlar. Hətta Əhməd ibn Həmbəl və Əhməd ibn Həmbəlin davamçılarına da sələfi deyirlər. Və ya 4 dənə onların imamları ki var, kitabda məşhur, onların hamısının davamçıları sələfi adlanır. Buxari, Müslim, onlara da sələf deyirlər. Yəni o ki məşhurdur, sahabə, tabiin və tabiinlərə tabi olanlar. 3 əsrdə təqribən oldu və düşür Əhməd ibn Həmbəlin zamanında, çünki Əhməd ibn Həmbəl 3-cü əsrdə yaşayıb. Əhməd ibn Həmbəl dünyasını dəyişəndən sonra sələflik qurtardı. Bu günləri əgər Etibar qardaşımız əsl dini almaq istəyirsə, əsl dinlə tanış olmaq istəyirsə, gərək bunların fəhminə müraciət eləyə. Yəni, əvvəl Qurana müraciət edirlər, əlbəttə zahirdə belə Qurana müraciət edirlər, amma əslində elə sələf də onlar üçün önəmli. Quranım olmasa, sünnə olmasa, sələfin fəhmi necə başa düşüblər. Əlbəttə, ciddi şübhələr var, biz inşallah işarə. Yəni, onlar, biz nə cür ki, etiqadi, fiqhi məsələlərimizdə və ya etiqadda deyirik ki, ağıldır, Qurandır, bunlar vəhidir, ya məsələn, fiqdə əlavə edirlər, icma, bəzi məsələlər. Onlar etiqadi məsələlərdə sələfin anlamağını höccət bilirlər. Yəni, əgər sələf Qur'an-ı Kərimi bu formada anlayıbsa, artıq Etibar müəllimin haqqı yoxdur, başqa formada anlasın. Yenə də sual yaranır, əgər ixtilaf olsa aralarında necə? Məsələn, bir sahabə bu formada anlayıb, digər sahabə bu formada və digər şübhələr var. Mən inşallah icazənizlə 1-2 dənə məsələyə toxunum. Sələf kimdir? Sələfilər kimlərdir? Və onların əsas xüsusiyyətləri nədir? Deməli, bir dənə kitab var. Əziz əməkdaşlarımızdan xahiş edirik bu kitabı ekrana gətirsinlər. Əl-Əqiqətül Sələfiyyə kitabıdır. Və Raddu aləl munharifinə anha, yəni sələfilərin əqidəsi və bu əqidədən uzaqlaşanlar rəddiyə yazıb. Ət-Təyyib ibn Ömər bu kitabı yazıb və birinci çapı biz burada gətirmişik. Çapın deməli bu Darübni Həzmdə çap olunub. Səhifə 30-u mən burada icazənizlə gətirirəm. Orada bu məsələlər toxunub və inşallah İbn Teymiyyədən də bir söz oxuyacağam Allahın izni ilə. Adam təəccüb edir. Yəni təsəvvür edin ki, Etibar müəllim onların etiqadına əsasən inşallah İbn Teymiyyədən oxuyacaq. Hər kəs əhl-i hədis də adlanır da, bunlara əhl-i hədis də deyirlər. Əlbəttə əhl-i hədis 3 dənə tarixi baxımdan bölgüləri var. Əhməd ibn Həmbəldən qabaq, Əhməd ibn Həmbəlin özü və tərəfdarları və ta gəlir İbn Teymiyyə. İbn Teymiyyədən sonra, yəni 3 dənə tarixi ardıcılığı və qolları var. Və aralarında da fərqlər var təbii ki, müəyyən qədər. Deməli, bu kitabda səhifə 30-da gəlib izah edir ki, bu kimdir bunlar? Yəni, sələf kimdir? Baxın, sələf, sələfi. Sələf yəni öndə gedənlər, sələfi də yəni onların ardınca gedənlər. Biz istəyirik burada sələfi tərif eləyək. Deyir ki, sələf onlardır. Mə kənə aleyhis sahabətül kiram, rizvanullah aleyh. Təbii ki, onlar sahabələr. Onlar onun üzərində olublar. Yəni, hansı etiqadda olublar? Bu olur sələf. Yəni, sahabələr sələfdir. Və tabi'unə ləhum. Və onlara tabi olanlar bi ihsanin ilə yevmiddin. Burada bir dənə önəmli bir bəhs var. O da budur ki, onlar ki deyirlər, sələf səhabələrdir, tabiinlərdir və tabiinlərə tabi olanlardır. Bütün səhabələri nəzərdə tuturlar. Bütün tabiinləri, yəni biz onların etiqadına görə bütün səhabələr ədalətlidir. Yaxşı, bunu qoyduq kənara. Amma tabiinlərin bütün tabiinlərin ədalətli olmasını qəbul etmirlər. Ya tabiinlərə tabi olanların ədalətli olmasını qəbul etmirlər. Amma maraqlıdır, fəhm məsələsində, anlamaq məsələsində deyirlər, çünki onlar Peyğəmbərin zamanına yaxın olublar, əsr-i nübüvvətdə, nübüvvət əsrinə. Ona görə onların anlamağı daha yaxşıdır. Necə ola bilər? Hətta İbn Teymiyyə gəlib bölür, deyir ki, ya onlar anlamırdılar, ya anlayırdılar. Yəni, çox qəribə bir bölgüləri var. Aralarında ciddi ixtilaf var ki, biz onların fəhmini ki, anlayırıq, mütləq şəkildədir bu, yoxsa qeydləri var. Məsələn, görürsünüz, burada qeyd vurub. Və tabi'unə ləhum bi ihsanin. Onlara tabi olurlar, amma gözəl formada. Yəni ki,
yaxşı işlərdə onlara tabe olurlar da, yəni yaxşı insandırlar belə deyək. Hə. Və ətbauhum və tabiinlərə tabe olanlar. Təkcə bunlar mı? Bu məşhurdur. Bayaq dediyimiz kimi. Yəni sələf kimdir? Sahabələr, sahabələrə tabe olanlar ki, tabein deyirik biz. Bir də tabeinlərə tabe olanlar təqribən 3 əsr çəkir də. Əgər hesab etsəz Həzrət Peyğəmbərdən sonra 3 əsrə qədər davam edir. Amma deyir ki, təkcə bunlar deyir. Aha. Məsələn, xüsusilə Vəhabilərin etiqadına əsasən bu şəxs özü Vəhabidir, sələfidir. Bəli. Və əimmətud din, din imamları Aha. ki, mimmən şəhidə ləhu bil imamə. Məqsəd deyək ki, Əhməd ibn Həmbəldir, Şafiidir, Malikidir, onlardır. Və daha sonra gəlir deyir ki, kəl əimmətil ərbəə özü də sayır və Sufyan-ı Savri ki, məşhurdur. Və Leys ibn Səd və ibn Mübarək, Nəxəi, Buxari, Muslim, digər sünnə sahibləri də olar ki, sünnə yazıblar. Məsələn, kitabların adını qoyublar sünnə. Məsələn, Həbban filan. Xülasə. Amma deyir ki, bunları ki biz deyirik, bunlar gərək bidət əhli olmasınlar. Yəni, onlar bölünürlər. Sələf neçə qismə bölünür? Mötəzilə etiqadında olan sələf, Əşəri etiqadında olan sələf, Xəvaric etiqadında olan sələf, məsələn, deyək ki, misal olsun, İmam Əli əleyhissalamın zamanında yaşayanlar tabeinlər idi də, ya İmam Hüseyin əleyhissalamın yaşında bəziləri sahabələr idi, bəziləri tabeinlərdir. Amma onlar hansı etiqadda idi? Rafizi etiqadında idi. Onuna görə onlar sələf sayılmır. Rafizi etiqadında olanlar sələf sayılmır. Məsələn, Xəvariclər sayır burada, bunlar sələf sayılmırlar. Niyə? Çünki bunlar bidət əhlidirlər. Xəvaric, indi bir məsələni oxuyacaq burada. Rəvafiz, rafizilər ki, bizidir. Murciə ki, o məşhurdur da tarixdə murciə, Zəbriyyə, Cəhmiyyə və Mu'təzilə. Bunlar hamısı sələfdən kənardılar. Sələf sayılmırlar. Hətta əşərilər belə sələfi sayılmırlar. Burada bir məsələyə toxunaq biz. Əlbəttə, biraz haşiyə çıxacaq, amma yaxşıdır. Çünki ola bilsin, bu bəhsi heç vaxt etməyək. Rəvafiz deyəndə burada rafizləri tərif eləyir bizə ki, rafizi kimdir? Elə yaxşı, məsələn, sələfi bildik, inşallah vahabiləri də biləcək. Onlar ki, bizə hər gün deyirlər rafizi, rafizi, rafizi. Rafizi kimdir? Və bəzən şiələr də, hətta məsələn, görürsünüz, müəyyən bəzi şiələr var ki, adlarını yazanda elə yazırlar rafizi. Fəxr eləyirlər bu addan. Lakin təbii ki, onlar bu adı bizə eyb kimi veriblər də, yəni nöqsandır bu onlara görə. Və hətta etiraf eləyəndə deyir, özünüz də etiraf eləyirsiniz. Bəs rafizin mənası nədir? İlk öncə tərif eləyir və nə üçün bunlara rafizi deyilib izah eləyir. Deyir ki, humul xulat, qalidlər, həddlərin aşandılar. Nədə? Fi hubbi Ali ibn Əbi Talib. Əli əleyhissalamı sevməkdə həddini aşanlardır. Yəni, xülasə, sən əgər gəlib Əli əleyhissalamı Əbu Bəkirdən, Ömərdən, hətta bəzilərinə görə Osmandan çox sevsən, sən azğın tayfasan. Sən sevə bilməzsən. Halbuki Allah təbarək və təala Qurani Kərimdə buyurur ki, "Qul la əsəlukum alayhi əcran illəl məvaddətə fil qurba." Qurba məhəbbət istəyib öz əhli beytinə. Amma olmaz. Gərək sənin Əbu Bəkirə məhəbbətin daha çox olsun. Əli əleyhissalamdan daha çox sevməlisən Əbu Bəkiri. Bu mütləq belədir. Əslində Allahın sözünə qulaq asır. Bəli, Allahın sözünə Qurani Kərim açıq aydın şəkildə əl-məvaddətə fil qurba, hətta özləri də qəbul edirlər ki, qurbadan məqsəd Həzrət Peyğəmbərə yaxın olanlardır. Ən azı bunlardır. Amma Əbu Bəkir ki deyil. Ömər ki deyil, Osman ki deyil. Və Əbu Bəkir, Ömər və Osman, Ayşə, Muaviyyə bunlara və digər sahabələrə boğz edənlərdirlər, nifrət edənlərdir. Amma niyə bunlara rafizi deyilib? Neçə dənə burada gətirir. Deyir, birinci Zeyd ibn Ali ibn Hüseyndə, yəni Zeyd ki məşhurdur, İmam Səccad əleyhissalamın oğlu. Ona dedilər ki, Əbu Bəkirdən Ömərə lənətdir. Dedi ki, mən deməyəcəm. Mən deməyəcəm və buna görə Zeyd ibn Əlini rafizi adlandırdılar. Yəni, kimlər? O şəxslər. O şəxslər Zeyd ibn uzaqlaşdırdılar özündən. Yəni, rəfz elədilər, uzaqlaşdırdılar. Zeyd ibn Əlini özlərindən uzaqlaşdıran şəxslərə deyirlər rafizi. Təbii ki, biz bunu qəbul etmirik. Daha sonra işimiz yoxdur ya, Zeyd ibn Əli və onun tərəfdarları necə olublar, Əbu Bəkir və Ömər, Osmana nisbət necə olublar, hansı etiqadda işimiz yoxdur. Bəli, Zeyd ibn Əlin
tərəfdarların içində var indiki hal-hazırda. Onlar Əbu Bəkir və 3 xəlifəyə hörmət edirlər və xəlifə bilirlər. Lakin Zeyd ibn Əli özü necə, o ayrı bəhsdir artıq. Bəzən deyirlər o siyasi bir taktika idi. Amma digər şey də var ki, əsas biz bunu qəbul edirik. Əgər Rafizi deyilibsə, hətta bəzi bizim mənbələrdə də var, bəzən imamlar özlərinə Rafizi deyib, özlərinə hətta. Səbəb budur. Lirəfzihim imamətə Əbi Bəkir və Ömər. Əbu Bəkirdən Ömərin imamətini bunlar inkar edirdilər. Bu şəxslərə ona görə Rafizi deyirlər. Biz bunu qəbul edirik. Biz bunu qəbul edirik və hətta bir hədisdə də var. İndi əlbəttə hədis o qədər də şey olmasa da, məsələn İmam Hadi əleyhissalamdandır. Soruşurlar ki, bir nəfər gəlir, çox narahat olur. Deyir, ağa, bizə bunlar Rafizi deyirlər və buna görə də bizim qanımızı tökürlər. İnşallah biz işarə elədik. Bunların əsasən 2 dənə sözü var vəhabilərin. Bunun üzərində çox dayanırlar. Bidət, bir də təkvir. İnşallah təkvir bəhsində biz deyəcəyik ki, nə ediblər tarixdə? Hansı cinayətləri törədiblər? Gəldi, dedi ki, ağa, belədir də, yəni bu bəhanə ilə bizləri öldürürlər. İmam Hadi əleyhissalam hətta hədisdə var ki, 3 dəfə təkrarladısa, narahat olmayın. Əgər rafizilik budursa, mən elə rafiziyəm. Yəni, Əbu Bəkirin xilafətini qəbul eləmirəm, qəsb eləmişdilər. Ömərin Həzrəti Peyğəmbərin sözünün əksinə çıxmışdılar bunlar. Bu mənada, bəli, bu mənada rafizi nisbət verir. Əlbəttə, onlar hansını nəzərdə tuturlar? 3-cünü indi oxuyacağam. Onlar bizə rafiz deyəndə məqsədləri budur. Rəfəzud dinə, dini kənara qoyublar. Yəni, əsl dini, onlar gəlib özlərindən iddialar çıxardılar, nə bilim, Həzrət Peyğəmbər özündən sonra Əlini xəlifə təyin eləyib, belə bu sözləri dedilər və ona görə də onlar və sahabələr şeylədilər, yolların azdılar, mürtəd bəhsi yadda önə gətirdilər. Bunlar dindən çıxdılar, sahabələrin yolundan çıxdılar, əsl dindən çıxdılar və ona görə də bunlara rafizi deyilib. Digər bir məsələyə də toxunaq, bu bəhs əlbəttə getdi. Burada gəlib bir məsələyə də toxunur elə sonda ki, bunların əsas xüsusiyyətləri nədir? Yəni, sələfləri digər cərəyanlardan ayıran nədir ki, çox maraqlıdır. Deyir ki, innə, bu səhifə 34-də bunu deyir, innə əbrəzə simatis sələfiyyin, sələfilərin ən belə məşhur deyək, ən bariz, aşkar xüsusiyyətləri ki, digər firqələrdən onları ayırır, budur. Qədimdə də, indi də. Yəni, məsələn, onlara deyəndə ki, əşəriləri siz müsəlman sayırsınız, əsl müsəlman deyirlər ki, yox. Onlar bidətçidirlər. Düzü, kafir bilmirlər, bizləri kafir, müşrik bilirlər, amma onları bilmirlər müşrik. Amma bidətçi bilirlər. Və cəhənnəm əhli. Yəni, 73 dənə ki, firqə olacaq, məsələn, onların azğın firqələrdən biridir. Amma Şiə də o firqələrdən biridirmi? Yox. Şiə firqə deyil. Heç firqə hesablamır. Şiə kafirdir, müşrikdir. Dindən çıxmış bir tayfadır. Onların etiqadını. Ona görə onlardan qətl eləmək, öldürmək, namusları halaldır, canları halaldır, malları halaldır. Aydın inşallah oxuyacağıq. Amma buna baxmayaraq, Muhammed ibn Abdülvahhab hakimiyyətə gələndən sonra ilk vuruşduğu şəxs elə əşərilər olub. İlk qanunu tökdüyü şəxs elə əşərilər olub. Bunların əsas o bariz, aşkar xüsusiyyətləri nədir? Təqdimun nəql aləl aql. Onlar nəqli, hədisləri, Quran-ı Kərimin zahiri ayələrini ağıldan üstün tuturlar. Ağıldan önə çəkirlər. Bu onların birinci xüsusiyyətləridir. 2. Və rəfsud təvilil kəlami. Kəlami təvil ki, kəlam yəni sxolastika deyirlər də, elmi kəlam elmində ki, təvillər olunur. Əşərilər məsələn təvil edirlər. Mu'təzilələr muəttilə deyirlər onlar. Çünki deyirlər biz bilmirik bu ayələri. Məsələn deyir Allahın əli var, Allahın məsələn ayağı var, nə bilim Allah görür. Biz bunu necə məna eləyək? Allahın gözü varmı, əli varmı? Mu'təzilə deyir ki, biz bilmirik. Amma əşərilər deyir ki, bunları təvil etmək lazımdır. Bizlər də deyirik ki, bunlar təvil olunmalıdır. Və əlbəttə bəzilər təvil edirlər və ya bəzi əşərilər deyirlər ki, mənasını bilirik, amma yəni iman gətiririk, amma mənasını bilmirik. İzah etmirlər. Vəl istidlal bi ayatil Qur'aniyyə, Qur'an ayələrinə istidlal eləmək, vəl əhadisin nəbiyyə, vəl vüquf indən nəski, nəssi də qəbul eləmək. Yəni bunlar zahirsidirlər. Ona görə bunların adların biz tarixdə araşdırsaq, bu adla araşdırmalıyıq. Hədis əhli. Hədis əhli. Bunlar hədisə çox önəm verirlər. Yəni
Hətta Qurani Kərimdən də öndədir hədis. Hətta Qurani Kərimdəndir. Məsələn, çünki hədisdə belə gəlib, filan çox maraqlıdır, bir yerdə oxuyurdum İbn Teymiyyədən Əbu Hureyrəni o qədər tərif edir. Hətta İbn Abbasdan da gəlir üstün tutur. Əbu Hureyra deyir, baxın bunun fiqhinə necə anlayıb. O, önəmlidir. Əbu Hureyrədən gələn hədislər önəmlidir. Quran ayəsi hədisdən uzlaşmır. Zahirə baxanda bir nəzəri baxımdan, teori baxımdan nəyə önə çəkirlər? Deyirlər Quran öndədir. Amma praktiki olaraq, əməli olaraq hədisi önə çəkirlər və sələfin fəhmini önə çəkirlər. Və daha sonra deyir, xülasə əgər biz desək, bunlar o ilk 3 əsrdə yaşayan şəxslərdir. Əhlül qurunus səlasətillədir və səfən nəbi bi ənna xeyrul qurun. Onlar ən yaxşı əsrdə yaşayanlardır. Yəni əsrlərin ən yaxşıları onlardır. Ki əlbəttə bidətçilər istisnadır. Bu kimdən idi? Qeyd etdiyimiz kimi bu kitab müəllif Əl-Əqidətus Sələfiyyə və Rəddu aləl-Munhərifin anha. Amma digər bir şeyi də oxuyaq. Baxın, bunların əlbəttə İbn Teymiyyədən oxuyaq, daha sonra gələrik. Mən bir təkfir barəsində ya indi bu verilişimizdə, ya növbəti verilişimizdə. İbn Teymiyyə əziz izləyicilərimiz yaxın əyləşsinlər ekrana. İnşallah ekranda da görsənir bu hissəsi. İbn Teymiyyə gəlir, bəhs eləyir. Birinci deyir ki, baxın, bunlar kimlər? Filosoflar, kəlamçılar. Kəlamçılar deyəndə məqsədi mötəzilələrdir və əşərilərdir. Bunlar dini anlamırlar, bunlar heç Quranı özündən oxuya bilmirlər. Məsələn, deyir, nümunələr gətir, deyir, filan kəsə Quranı vermişlər, oxuya bilmirdi. Bunlar hədisdən uzaqdılar, Qurandan uzaqdılar, heç nə başa düşmürlər. Sonra deyir ki, fətəəmməl həzihil hökumətəl adilə. Adilə hökumət üzərində düşün. Yəni bu şəxslər, kimlər? Hədis əhli. Ki, bunlar adil idilər. Ki, sənin üçün aydın olacaq ki, ənə bu hissəsi önəmlidir. Ənəl-ləzīnə yəibunə əhləl hədis. Onlar ki, əhli hədisə eyib tuturlar və yədilunə ən məzhəbihim və onların məzhəblərindən udul edirlər, keçirlər onların məzhəbini. Bunlar cəhələtun, nadanlardır. Yəni, bütün kəlam, kitabı yazan, kəlam sahəsində ixtisası olan şəxslər ki, bəhslərə kəlami daxil olub, fəlsəfi daxil olub, bunlar hamısı deyir, cahildirlər. Əqli elmləri Əqli qoymaq lazımdır kənara. Əql nədir axı? Qoymaq lazımdır kənara. Hədis deyir, iman gətir. Məsələn, hətta var ki, aleykə bir təslim. Təslim ol. Başa düşmürəm axı bunun mənası nədir? Qəbul et. Başa düşmədinsə elə iman budur. Ceylərin, xaçpərəstlərin, xristiyanların bir etiqadı var. Etibar müəllim mütləq oxumusunuz. O, məxsusən o təslis, üç Allahlıq bəhsində də onlar gəlib imanı ayırırlar. Onların xüsusi birdən də adı var, əgər yadıma düşsə deyərəm. Gəlib deyirlər ki, iman nədir? İman budur ki, ağlın qəbul etmədiyi şeyə inanasan və ona qəlbən təslim olasan. İnam gətirəsən. Yəni, ağıl deyir, ola bilməz belə şey. Əgər ağıl deyir, ola bilməz, sən buna iman gətirdinsə, bu olur iman. Amma ağıl desə, ola bilər, bu iman deyil ki. İman elə budur. Eyni ilə buna oxşar bir sözdür. Yəni, hətta ağlın deyir, axı, ola bilməz. Sən ağlın naqisi, nə bilirsən axı? O qədər ixtilaflar var ha. O qədər şeylər var ha. Azərbaycanda da bəzi vahabilər çıxırlar, məsələn, bunu dəfələrlə təkrar edirlər ki, ağıl, məsələn, hərə bir cür başa düşür, hərə bir cür başa düşür. Əgər ona qalsa, elə sahabələr, tabinlər də hərəsi bir cür başa düşürdü də. Yəni, anlayırdı, bəzi ayələri bu cür anlayırdı, o başqa cür anlayırdı. Ustad, elə Quran-ı Kərimin özündə və yaxud da hədislərdə də kifayət qədər Allah bizi düşünməyə, belə deyək, ağla dəvət edir. Yəni, bunlar hansı məntiqə? Bəli, inşallah biz onların böləcəkdə biz bəhsləri, epistemoloji, deyək ki, mənbələri, hansı qaynaqlara onlara söykənirlər, kitabdır, sünnədir, ağlı orada araşdıracaq ki, onlar məntiqi ağlı qəbul etmirlər. Yəni, dəlil gətirəsən, subut, müqəddiməsi olsun, bizim başa düşdüyümüzdə sillogizm bir də nə bilim təşkil eləyəsən. Hansı əqli qəbul edirlər? Fitri əqli qəbul edirlər müəyyən qədər. Ki, yəni, insanların fitrəti bunu qəbul eləyir. Əlbəttə, o ağıl deyil, ona ağıl qoyurlar da. Məsələn, adətən çox qəribə bəzən də misallar vururlar. Deyir, baxın, Allah göydədir. Dəlil, ən gözəl dəlil.
dua edəndə neynisən, hara baxırsan? Əlvi açırsan göyə. O fitrət deyir buna. Baxın, bu əslində dəlildir öz-özündə. Naqisdir ya, bu söz deyil ki. Təsəvvür elə ki, bir nəfər şəxs uşaq vaxtı göyə ona görə şey eləyir ki, insan göyü əzəmətli bilir. Elə bilir ki, hər şey göydən gəlir. Amma bir dənə uşaq, əgər uşaqlıqdan ona öyrətsən sən ki, dua eləyəndə əlvi belə aşağı apar, aşağı bax, o aşağı baxır. Təbliğatlardandır. O qədər görüb ətrafında o cür böyüyüb, ona görə o əlin göyə qayıdır. Hər halda. Daha sonra deyir ki, burada bir məsələyə toxunum, elə düşündüm, elə vaxtımız da az qalar. Və lihaza, elə buna görə də deyir, bir gün bir nəfər şəxs, İbn Əbi Quteylə adında bir şəxs minbərdə dedi, onun yanında əhl-i hədisi zikr elədilər. Dedilər ki, əhl-i hədis nəzürdür, ona baxışın nədir? İbn Əbi Quteylədən soruşdular. Və İbn Əbi Quteylə dedi ki, onlar fəqalə qavmu səuin. Yəni pis qovumdular, azğındılar, pisdilər. Bu məsələni gəlib, xəbərçi olur da hər yerdə. O dövrün xəbərçiləri çatdırdılar Əhməd ibn Həmbələ, yəni İmam Əhmədə. Ki, Həmbələ 4-cü imamlarıdır da bunların. Ki, əksər düşüncələr, İbn Teymiyənin düşüncələr Əhməd ibn Həmbəldəndir. Əhməd ibn Həmbəl öz kitabında inşallah işarə eləyərik. Bir yerdə gəlib deyir ki, imam 3 dənədir biz qəbul edirik. Rəşidi imamlar, Raşidi deyir, xəlifələr. Əbu Bəkir, Ömər, Osman və nəskutu. Sükut edirik, dayanırıq. Əlinin adını demir. Niyə? Amma sonra qəbul etmiyoruz, şeyləri var da, ona görə deyirlər də Əhl-i Beytdən düşmənçilikləri var da. Amma digər yerdə əlbəttə gəlib İmam Əli əleyhissalamın adını da deyirlər. İndi deyirlər ya birinci onu deyib, sonra dönüb, yəni birinci qəbul edilmiş. Yəni hər halda dönmə var da, ya bu tərəfə dönüb yaxşı tərəfə ya pis tərəfə. Deyir ki, elə ki bu İmam Əhməd ibn Həmbələ çatdı. İmam Əhməd ibn Həmbəl yənquzu səubə. Yəni köynəyi paltarını cıra-cıra tutub cırda dartırdı məsələn. Cıra-cıra dedi ki, zindiqun, zindiqun, zindiqun. Zındıqdır, zındıq yəni ateist, indiki zamanda ateist. Allahsızdır yəni. Kim? İbn Əbi Quteylə. İbn Əbi Quteylə məşhur əhl-i sünnənin alimlərindəndir. Amma Əhməd ibn Həmbəlin davamçıları ki, adlanırdı axı, əhli hədis adlanır və əlbəttə Əhməd ibn Həmbəldən də əvvəl var idi. Bəzi şəxslər hədis əhli sayılır. Yəni hədisə çox önəm verirdilər. Hədis, hətta Buxarinin özü və digərləri ki, hədisə çox önəm verirdilər. Dedi: "Və dəxələ beytə fə innəhu arafə mağza." Və getdi, dayana bilmədi məsciddə. Getdi evinə və bildi ki, nə deyir. Kimdən sarı? Bu İbn Əbi Quteylədən sarı. Deməli, bunların etiqadına əsasən sənin üçün əsas meyar sələflər olmalıdır. Sələfi kimə deyilir? Sələfi bu 3 əsrdə yaşayan şəxslərin ardınca gedən. Onların anlamı ilə, fəhmi ilə bir şeyi başa düşən. Onlar nə dedi? Gözlərim üstə. Fəhmi hüccətdir sənin üçün, önəmlidir. Bəli, ustad, vaxtımız biraz məhduddur, zəhmət olmasa yekunlaşdıraq. Bəli, inşallah biz bu bəhsi, bu günləri əsas o suala biz cavab verdik ki, sələf nədir və sələfilər kimdir? Çox danışmaq olaraq bu əsas nümayəndələri, məsələn, məşhur şəxslərdən biridir. İbn Bəttədir, nə bilim, başqalarıdır. Bərbəhari adında bir şəxsdir. Bərbəhari o qədər tünd insan olub. Əhl-i sünnə də ona qarşı olub. Məsələn, əza məclislərində, hədis əhlindən idi. İmam Hüseyin əleyhissalamın əza məclisini kim keçirdərmiş, onu öldürərmiş. Adamları var imiş. Ucu bir dənə məsələn xanım hətta əza məclisi keçirdi, deyib ki, gedin tez onu öldürün və öldürüblər də. O dövrün, o zamanın xəlifəsi onu tutur, zindana salır, neçə vaxtı və əlbəttə qaçır, tuta bilmir. Ətrafında olanları tutur, qaçır və neçə ay sonra dünyasını dəyişir. Yəni bu cür şəxslər olub, Bərbəhari və digərləri, nümunələr çox çəkə bilərik. Amma bunların əsas başında dayanan Əhməd ibn Həmbəldir. Əhməd ibn Həmbəldən sonra Bərbəhari kimilər gəldilər, onun yolunu davam elətdirdilər, tələbələri və müəyyən vaxtdan sonra biraz bu sələfi anlayışı düşdü aşağı. Yəni biraz kəmrəng oldu, biraz o qədər də məclislərdə deyilmirdi onlar barəsində. Ta gəldi İbn Teymiyənin 7-ci əsr, 8-ci əsrin əvvəllərində. İbn Teymiyənin zamanında yenidən rövnək tapmağa başladı, inkişaf elədi və ətrafında məsələn xüsusilə İbn Teymiyənin tələbələri, bəzi tələbələri gəlib inkişaf elətdirdi onun sözlərini və müəyyən vaxtlar yenə də
müəyyən vaxtdan sonra yenə də bu itdi. Aha. Gəldi Muhammed ibn Abdülvahhabın zamanına. Muhammed ibn Abdülvahhabın zamanında isə artıq bu bir növ rəsmi bir dinə çevrildi, məzhəbə çevrildi. Təşəkkür edirəm ustad. Allah elminizə bərəkət versin. Allah sizə eləsin. Həmçinin. Bəli, dəyərli izləyicilər, bu günləri ustadımız sələfiyyətin tarixi barəsində və mühüm şəxslər barəsində danışdı. Ümumiyyətlə mən hər birimizə tövsiyə edirəm ki, bu barədə araşdıraq, sələfiyyət barəsində araşdırmamız olsun, məxsusən bu verilişə baxaq ki, daha dərin anlayışımız olsun. Ümid edirəm ki, gələn verilişlərdə görüşərik. Allahın amanında qalın.